adama o sualı verirlər. Pişik burada ölür. Mən ölsəm heç belə ağlamazsan, nə bilim. Deyirəm, bir arvad bir yanda. Mən o pişiyə tökdüyüm pulları, mən o pişik üçün gecə ilə 200 kilometr yol sürmüşəm başqa şəhərə ki, orada həmin o pişiyi müalicə eləyən başqa bir həkim var da, yəni o daha yaxşı. Nə bilim, özü ağırlıqda mən ona pul qoymuşam da ki, mən onu o qədər istəyirəm. O uşaq kimidir mənim üçün. Sən durub mənə deyirsən ki, bala, mənim pişiyə qarşı arıqı var, neyniyim? Ya da... ya bilirsin, yəni həmin moment, pişik burada ölür, mama, mən ölsəm belə ağlamazsan, mən nə bilim, nə deyirəm, yox. Dincəldən yəni, yox, yaxşı, get. Mama o pişiyi o qədər sevmir, ona görə. Hə. Neysə də, yəni siz olmayan insan onu heç vaxt başa düşməz. O sevgini, o bağlılığı, yəni mən onu uşaq kimi bağlamışam. O mənim üçün bir uşaq kimidir. Mən bu yandan vuram, yalan da demirəm ki, mən Azərbaycandan gəlirəm Bakıya 1-2 ay burada otururam. Ürəyim partlayır, çıxıb gedirəm. Bugün mən bilet almışam abratla. Nəyə görə bilet almışam? Mama bugün səhər-səhər mənə şey atdı. Adı nədir? Deyən görüm, arvad statusku. Hə. Pişiyə o qədər yemək veriblər ki, dünən. Qardaşımdan soruşdum. Deyir ki, babam deyir ki, bu öz tükünü yalayır. Pişik vəfasızdır, elə düzdür. Deyir, öz tükünü yalayır, ona görə qusur. Mama mənə atıb ki, deyən, hər gün beləyik bezdim mən bu pişiyin əlindən. Pişik evə mamamın şeyinin üstünə, xalçasının üstünə qusub. Deyirəm, mama, siz o pişiyi kuxunaya girən kimi başlayır zarıldamağa, siz o zarıldamasın deyə götürüb ona gündə 10 dəfə yemək verirsiniz. Bu pişiyin də mədəsi bu boydadır. Конечно, o deyirəm, artıq olan yeməyi qusub qaytarmalı da, verməyin buna bu yeməyi. Deyirəm, günah özündədir. Yəni ki, mən sizə deyirəm, pişiyə yemək verməyin, siz gündə 10 dəfə pişiyə yemək verirsiniz. Qusmalı da bu pişiyi neynəsin? Sırf ona görə bilirəm ki, mamam ya onu çırpıb, pişiyi Allah eləməsin. Qardaşıma soruşdum, dedi, yox, çırpmayayım. Ki, ürəyim durmadı, bilet aldım ki, mən gedirəm. Yəni, mən o dərəcə ona bağlıyam. Nə vaxt gələcəksiniz? Yanvarın 1-i. Dekabrın 5-i gedəcəm, yanvarın 1-i gələcəm. Çırpır da bilirəm. Yox, Rusiyada bu çəkələyin evdə olması mənə sərf eləyir, cırılıb burası. Niyə? Çünki yüngüldür. Pişiyin dalıca atanda pişiyə təsir eləmir. Biraz ağır çəkələkləri atanda ucu ağrıdır axı. Ona görə orada bu çəkələkləri özüm daş alıb ona aparıram ki, bundan şey eləsin, atsın. Elə qussa ölərəm. Yoxdur deyə elə deyirsiniz. Mən məsəl üçün əvvəllər deyirdim ki, uşaq mənim üstümə qussa ölərəm. Amma sənin öz uşağın olanda onun qusuntusu belə sənin şirin gəlir. Bu da elə, yəni o mənim başıma da qussa belə pis daşımadı, üzrə deyirəm. Mənim üçün qəbuldur da, yəni ki, o okeydir. Elə bir uşağını döyüblər. Yox, mən o pişiyin üstündə, mamam bilir də, yəni ki, bizim evdə bir dəfə çox böyük, yəni ki, şey olmuşdu. Mamamın allergiyası tutmuşdu, üzü zadı şişmişdi. Dedi ki, pişikdəndir. Mən də dedim ki, sən yeməyi bilmirsən də, sən, adı nədir? Çəkələk yoxdur. Padruqam yazıb ki, Bakı dilində çəkələk yoxdur, şərh. Mən Bakılı deyiləm ki, mən Akstafalıyam. Bizdə çəkələk deyirlər ona. Neysə, şeydir, adı nədir? Arvadın üzü gözü şişmişdi. Gecədən qoz fındıqdan o qədər yemişdi ki, bilirsiniz, ümumiyyətcə qoz fındığı gecə yemək olmaz. O çox həm yağlıdır. Nə yaxşı onu da özünüzlə aparıb gətirmirsiniz. Çünki onu özümlə aparıb gətirmək üçün mən ona peyvəndlər eləməliyəm. Onda yaşı çox olduğu üçün mən qorxuram peyvəndləməyə. Bu bir. İkincisi də o cins pişiklərin burnu, onda Akstafa ləkəsindən danış. Yaxşı. O pişiklərin burnu belə yastı olur axı. Onların nəfəs almağında problem olur. 4 saatda samolyotda mən bilmirəm axı onun başına nə gələ bilər. Onu hələ o məsuliyyəti istəmirəm, üzərimə götürüm. Görsən az, çəkələk deyirlər. Nəysə, arvadın üzü gözü şişmişdi, dedi ki, şeydəndir, pişiyin tükündəndir. Pişiyin onda 16 yaşı vardı. Deyirəm, bu pişiyin tükündən olsa, pişik evə gələn bir gündən olardı. Sən axşamdan qozdan fındıqdan ye, səhər üzün şişsin deyək ki, pişikdəndir. Həmin o dövrdə bir ay mən onu vermişdim də başqa ailəyə baxmağa. Nətəri, ailəyə vermişdim, amma pişiyə özüm baxırdım da, yeməyini alırdım, içməyini, hər şeyini. Orada da sonra bir ay qaldı. Bir aydan sonra həmin evdə uşaq var idi. Uşağın əlini falan cırmışdı. Çünki bizim evdə uşaq yoxdur. Pişik uşağı örgəşməmişdi də. O üçün bir dava qırğından gördülər ki, mən yeməkdən, içməkdən zaten kəsilmişdim. Adamın ürəyi partlayır axı. Mən bilməm o evdə o pişiyə necə baxırlar. Şeydir, adı nədir? Haçan gedirsiniz indi? Dekabrın 5-i. Ləpə sağ olsun. Ay sağ ol. Yoxsa yeməyini, içməyini bilmədən ki, pişiyin tükünə allergiya verdim. Yeyə bilmirəm bunda. Neysə. Qırdan baxım. Rusiyada Bakıya nisbətən saç boyamaq texnikalı çox bahadır.
Bilirsiniz necədir? Elə söhbət yoxdur. Valla Azərbaycanda da baha işləyən ustalar var. Prosta ki, mən həmişə dediyim kimi, burada ustalar özünü təqdim eləməyi bilmirlər. Necə? Yəni, burada müştəri öz üstünlüyünü göstərir ustanın üstündə. Burada yəni ki, usta əgər öz professionallığını, öz, necə sizə deyim, ekspertnə istəyirlər, onun üstündə nə deyirlər onun Azərbaycan dilində? Yəni, öz savadını göstərsə, müştəri heç vaxt sizə yol göstərə bilməyəcək onda. Prosta burada hamı elə bir-birinin bəsinə düşüb qiymətləri o qədər öldürürlər ki, 5 manata saç kəsən kim, nə bilim 20 manata dip boyası eləyən kim, peşəkarlığına aid sağ ol. Ona görə də burada heç kim qiyməti qaldıra bilmir. Simpatiya duyduğunuz oğlan tipi necə olmalıdır? Yaxşı sualdır. Ən azı yəni ki, məndən belə deyək də, necəsə başa salım. Məndən daha zodlu olmalıdır. Biz tərəfdə belə bir söz var. Ki, mən ona cavab qaytara bilməyim. Bildiniz necə? Yəni, qadın özündən güclü kişini sevir. Yəni, maçışqa olacaqsa mən onu neyirəm? Hər cəhətdə də, yəni maddi, mənəvi məndən daha üstün olmalıdır ki, zaftalı kişi, ay sağ ol ki, onun mənim yanımda sözü keçsin. Valla, deyirlər, pul heç nə deyil. Pul hər şeydir. Kişinin pulu olmayandan sonra evdə sözü keçmir. Təbii ki, olub. Bax, bir söz deyim. Heç bir usta, heç bir dünyanın ən məşhur ustası olsun belə, heç vaxt bu sözü deyə bilməz ki, mənim əlimdə saçı yanmayıb. Yəni, o təcrübəsi və iş, belə deyək də, təcrübəsi çox olan ustalar. Elə dünya yoxdur da, yəni, elə keçmiş şiş papaqlı kişilərdən olmalı. Hə. Bax, elə seminarlarda olmuşam mən Rusiyada. Elə bir məşhur ustaların seminarında ki, saç orada qopub tökülüb. Bilirsiniz niyə? Mən bunu həmişə müştərilərə də deyirəm ki, mən ağılsız deyirəm ki, sənin saçını qəsdən yandırım. Mən özümə niyə bunu problem eləyim? Ki, sonra sən gepardasa deyəsən ki, ay gün mənim saçımı yandırdı. Yəni, bu ximiyadır. Bu olanda olur. Bacı, siz subaysınız, heç ailə qurmamışsınız. Hə, subayam, hə, yox, qurmamışım. Hə. Yəni, bu ximiyadır. Mən bilmirəm axı sənin saçında nə kimi proseslər baş verə bilər. Birində bir dənə qız saçına evdə yağı, kakos yağı vurub gəlib. Mərhaba. Saçına kakos yağı vurub gəlib kraskaya. Bunun da saçının ucu belə yağlı kimi idi. Mən utandım soruşmağa ki, saçın yağlıdır, yoxsa yumamsan, yoxsa nədir? Aslında demə bu kakos yağı vurub uclarına ki, aslında saçı yanmasın. Falqanın içinə yığdım. Elə belə prosta yığırsan da, birdən gördüm ki, falqa ilə belə qızı falqanın içindən su axır. Falqanın açında gördüm ki, saç bilirsiniz nə olub? Siz türmüsünüz. Türmüsünüz nə deməkdir? Gördüm ki, falqanın içindən su axır. Saç belə jılqa olub. Deyirəm, bəs mən soruşmuşdum axı, saçında keratin var, keratində elə olur, nanoplastikadır. Dedi, yox, keratin yoxdur. Deyirəm, saçında nə var? Deyir ki, heç nə yoxdur, nə bilim, nə. Özü belə elədi. Hələ mən bu saçın ucuna yağ vurmuşdum ki, yanmasın. Dedim, nə yağı? Deyir kakos yağı. Dedim, sən anormalsan, sən asfitliyə gələndə saçına yağ vurursan ki. Türk müsünüz deyir. Hayır, Türk deyiləm. Azərbaycanlıyam. Hə. Deyir, nə bilim. Şimdi saç buradan idi, belə. Saç bura kimi yandı, karı kəsdik. Neyniyim? Salam, mən özümə usta tapa bilmirəm ki, mənim çolkamı mən istədiyim kimi kəssin. Necə istəyirsiniz kəsimi? Canım, biraz uzansın, gəlin təzdən düzəldək. Baxman, otur evdə, səsində çıxmaz. Şirin deyil, prosta yeyə bilmirəm. Dietik yemək zakaz eləmişəm özümə güya ki. Gündəlik saatla da gətirirlər, özüm məşqə gedirəm deyə tipi arıqlamaq üçün. O da ki, yerləsi deyil. Tonu, baxır saçın uzunluğu, qalınlığı 50 də ola bilər, 60 da, 70 də baxır da saçın. Köhnə şəkillərimizdə göstərirəm, sonra onu kəsə bilmirlər. Siz qəşəng dadlı yeməklər yeyirsiniz. Mən turşu sevmirəm deyə bu yeməyin içində turşu qatıblar da. Əslində, mən dediyim kimi,
Bu həmin bu şirkəti, Yoğurdayt şirkətini mən bir də sevirsiniz, nə? Siz qəşəng dallı. Hə, arıqlamaq istəyirsənsə bizə gəl. Niyə? Sizdə nə var ki? Dadsız yemək. Qoy o səhifəni göstəreyim. Yoğurdayt. O bloger deyən göstərəcəm sizə. Tanıyırsınız. Qız var ya, Qurmandı nədir onun adı? Qurmandı da, hə? Bircə dəqiqə. Yəni, səhifələrində göstərilən bütün yeməklər əslində olanla. Krevetka belə gəldi, o elə getdi. Nə bilim. Bax, belə yeməklər göstərirlər səhifədə. Amma əslində olanda budur. Çox kök deyirsiniz axı. Kısaca bilmirəm, mənim o seminar olan əgər kimsə burada varsa desin. Məni canlı görənlər, dünənləri müştərim də o sözü dedi. Dedi, Aygün xanım, siz canlıda biraz belə yeki görsəniz, siz çox balacasınız. Canlı görən mənim kim varsa, əgər hamı deyir ki, siz çox balacasınız da, sizi prosta kamera belə böyük göstərir. Bizdə çox iş var, hə? Salam. Günlük yeməyi neçə gətirirlər? Günlük bilmirəm, mən 3 gününə 87 manat pul verdim. Ay sağ ol. Ona görə bu reklam işi çox belə işdir. Üzünüz yumrudu ona görə. Bir ara beynimə düşmüşdü, eləmək istəyirdim. Kamkibişa deyirlər, burada bilirsiniz, yanağın içində. Canlı arıqsız, gördünüz. Bu damağın içindən bilirsiniz, bu hissədən bu qat piyi çıxardırlar, belə eləyirlər. Bir ara istədim onu eləyəm, sonra qorxdum ki, üzüm çöküb becərləşərəm, da eləmədim. Bu yeməklərin xeyri var sizə, Qəmzə, hə. Öz saçınız təbii rəngli. Yox, mənim saçım dibi görsünüz, ağlar var. Əslində bilirsiniz, mən həm idmanla çoxdan özüm məşğulam. Əvvəllər özüm hazırlayıb, üzünüz süperdir. Hə, mənim üzüm təmizdir. Bax, gün ərzində o kalori əgər 1500 kaloridir mənim normam. Əgər o kaloridən, salam Nuran, necəsən? O kaloridən yuxarı çıxmırsınızsa, əgər 1500-dən, siz şirniyyatda yeyə bilərsiniz. Ürəyiniz nə istəyir, yeyə bilərsiniz. Əsas odur ki, o 1500-dən yuxarı qalxmayın. Çünki arıqlamaq